Şəkər çuğundurunu əkənlərin sayı artır. Qiymətlərin münasib olması və real alıcıların mövcudluğu fermerlərdə bu sahəyə maraq yaradıb. İmişli rayonundan hazırlanan süjeti izləyək. İmişli rayonunda şəkər çuğunduru əkilən sahələr ildən ilə genişlənir. Məsələn, keçən il 1 hektar ərazidə bu işi həyata keçirən rayonun Qızılkənd kənd sakini Ələskər Ələkbərov bu il 3 hektar yarımda çuğundur əkib. Türkiyədən gətirilən toxumdan istifadə olunaraq mart ayında səpin aparılan sahələrdə artıq bitkilər vegetasiya dövründədir. Bütün agrotexniki qulluq işlərini vaxtında yerinə yetirən fermer yüksək məhsuldarlıq gözləyir. Bu ilki vəziyyətə görə yaxşıdır, hələlik yaxşıdır. Hesablayırıq ki, gələcəkdə, yəni avqustun axırına, sentyabr əvvəllərinin məhsul çıxımında yaxşı məhsul götürək. Həmin kənddən olan digər fermer İbadət Məmmədov bildirir ki, şəkər çuğundurunu əkənlərin sayının artması bu sahənin gəlirli olması ilə bağlıdır. 1 hektarda bu bitkinin becərilməsinə 750-800 manat civarında xərc çəkən fermer 50-70 ton arasında məhsul əldə edə bilir. 1 ton şəkər çuğundurunun satış qiyməti isə şəkərlilik dərəcəsindən asılı olaraq 50-70 manat arasında dəyişir. Yığılan məhsul şəkər emalı müəssisələrinə verilir. Ümumiyyətlə, bazarı olduğuna görə şəkər çuğundurunun burada bir problem yoxdur da. Şəkər çuğunduru əkirlər, bir gün aparı verirlər, uzağa 5 günə pullarını alırlar. Şəkər çuğundurunun becərilməsi, həmçinin yığımı zamanı əl əməyinə ehtiyac olduğu üçün bu sahəyə əlavə işçilər də cəlb edilir. Bu il İmişli rayonunda 350 hektardan çox sahədə bu bitki əkilib. Qabil Babayev, Mirələkbər Hüseynov, İmişli.